Salyanda kişi mübahisə zamanı arvadını bıçaqlayıb. Lent Azın məlumatına görə hadisə rayonun aşağı Kürkünd kəndində qeydə alınıb. 50 yaşlı Musa Ələkbərov ad və soyad şərtidir. Səhər tezdən yuxudan oyanandan sonra spirtli içki olan araq içmək istəyib. Lakin evdə araq və onu almağa pulu olmayıb. Buna görə də bir neçə ay əvvəl aldığı xoruzu bazara apararaq 7 manata satıb. Həmin pula bir qutu Manchester siqareti və 250 qramlıq şüşədə olan araq alıb. Səhər yeməyində spirtli içkini içərək sərxoş olub. Arvadı ev quşunu satıb araq aldığı üçün əri ilə mübahisə edib. Mübahisə zamanı Musa bıçaqla qadının qoluna xəsarət yetirib. Zərər çəkəni oğlu xəstəxanaya aparıb və ona tibbi yardım göstərilib. Hadisə ilə bağlı Musa Ələkbərov barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa yüngül zərər vurma maddəsi ilə cinayət işi açılıb. Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu deyib. Onun sözlərinə görə həyat yoldaşı ilə barışıq üçün cəhd etsə də alınmayıb. Himayəsində xəstə anası olduğu üçün məhkəmədən barəsində həbs olmayan cəza verilməsini xahiş edib. Salyan rayon məhkəməsində hakim Rüstəm Aliyevin sədrliyi ilə keçirilən prosesdə Musa Ələkbərov barəsində 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.